Əziz yüksələn qoçlar, 2026-cı ilin iyun ayı şərtinə xoş gəldiniz. Kiçik bir xatırlatma edim ki, proqnozlar hər zaman yüksələn bürcə görə hazırlanır. Yəni, siz də yüksələn qoçsunuzsa, tam olaraq doğru yerdəsiniz. Bu ay çox qarışıq və çətin bir ay deyil. Daha rahat və axarlı bir enerjisi var. İlk olaraq 21 iyuna qədər Günəş Əkizlər bürcündə olacaq. Əkizlər sizin doğum xəritənizdə 3-cü evinizdir. Deməli, 21 iyuna qədər diqqətiniz 3-cü ev mövzularında olacaq. 3-cü ev çox geniş mövzuları əhatə edir. İlk növbədə zehni düşüncə sistemini və ünsiyyəti göstərir. Yəni ayın 21-nə qədər beyniniz heç susmayacaq. Davamlı planlar quracaq, qərarlar verməyə çalışacaq və bir çox insanla fikir mübadiləsi aparacaqsınız. Ünsiyyətiniz də bu ay diqqət çəkəcək. 3-cü ev həm də qardaşları, qohumları, yaxın dostları və ətraf çevrənizi göstərir. Yəni ailə, dostlar və yaxın çevrə ilə bağlı gündəmləriniz ola bilər. Məsələn, toy, nişan, ailə toplantıları, yaxınlarla ortaq planlar kimi mövzular gündəmə gələ bilər. 3-cü ev eyni zamanda təhsil evidir. Bəziləriniz kursa yazıla bilər, imtahana hazırlaşa bilər və ya yeni bir təhsil mövzusu ilə maraqlana bilər. Ticarətlə məşğul olanlar üçün də hərəkətli və məhsuldar bir dövrdür. Alqı, satqı və ticari fəaliyyətlərdə də canlanma ola bilər. Qısa səyahətlər də gündəmə gələ bilər. Bir də 3-cü ev avtomobili də göstərir. Maşın alqı-satqısı, texniki baxım, təmir və ya avtomobillə bağlı digər məsələlər ortaya çıxa bilər. Eyni zamanda müqavilələr, sənədlər və imzalar da 3-cü ev mövzularıdır. Hər hansı bir müqavilə hazırlamaq və ya hüquqi sənədlərlə məşğul olmaq gündəmdə ola bilər. 21 iyundan etibarən isə Günəş Xərçəng bürcünə keçir. Yəni sizin 4-cü evinizə daxil olur. Merkuri də orada olacaq. Bu isə o deməkdir ki, diqqətiniz artıq ailə, ev və yuva mövzularına yönələcək. Ailə ilə planlar, ailədən gələn xəbərlər və ya evlə bağlı məsələlər ön plana çıxa bilər. Bəziləriniz ev dəyişmək, təmir etmək barədə düşünə bilər. Ailə içində mal-mülk mövzuları da gündəmdə ola bilər. Bu dövrdə nişan, toy və nikah mövzuları üçün də uyğun bir enerji var. Amma xüsusilə 25 iyuna qədər. Çünki 29 iyunda Merkuri retrosu başlar və bu retro sizin 4-cü evinizdə, yəni Xərçəng bürcündə başlar. Yəni əgər toy, nişan və ya rəsmi işləriniz varsa, mümkün qədər iyuna qədər həll etməyə çalışın. Çünki retro sonrası gecikmələr və qarışıqlıqlar yarana bilər. 30 iyunda Oğlaq bürcündə bir dolunayımız var. Oğlaq sizin xəritənizdə 10-cu evdir. Yəni karyera və ictimai status evi. Bu nə deməkdir? Karyera ilə bağlı gözləmədə qalan məsələlər artıq dəqiqləşə bilər. İşlə bağlı xəbərlər, qərarlar və ya dəyişikliklər gündəmə gələ bilər. 10-cu ev həm də rəhbərlər və ya üst mövqedəki insanlarla bağlıdır. Bu səbəbdən rəhbərlərlə bağlı mövzular da diqqət çəkə bilər. Bəzən bu dolunay ailə böyüklərinin sağlamlığı ilə bağlı mövzuları da tətikləyə bilir. Buna biraz diqqət etmək faydalı olar. Xüsusilə ayın sonuna doğru bir tərəfdə ailə və ev həyatı, digər tərəfdə isə karyera və gələcək planları ön plana çıxacaq. Bu da o deməkdir ki, həyatınızın gələcəyi ilə bağlı önəmli qərarlar, xəbərlər və dönüşlər yaşana bilər. Ümumilikdə isə iyun ayı çox qarışıq bir ay deyil. Bir də Yupiter iyul ayında Şir bürcünə keçəcək və sizin 5-ci evinizə daxil olacaq. Bu isə eşq, uşaqlar, yaradıcılıq, istedadlar mövzularında 12 ildən sonra böyük bir şans dövrü demək. Məndən bu ay üçün bu qədər. İzlədiyiniz üçün təşəkkür edirəm. Yenidən görüşənədək.